Salam əziz tələbələr, gəlin informasiya təhlükəsizliyinin əsas mövzularından biri olan identifikasiya, autentifikasiya və avtorizasiya haqqında danışaq. Əksər tələbələr bu üç prosesi bir-biri ilə qarışdırır. Deməli, yadda saxlayın. İdentifikasiya bəzən buna eyniləşdirmədə deyilir. İdentifikasiya yadda saxlayın, kimliyin tanıdılması prosesidir. Məsələn, hansısa bir sayta daxil olanda birinci username və yaxud PIN kod istəyir sizdən. Baxın, bu proses identifikasiyadır. Siz hələ birinci prosesdə hələ özünüzü tanıdırsınız. Sonra yəqin ki, hər biriniz sayta daxil olmusunuz. Sonra sizdən nə istəyir? Parol istəyir və s. Yəni, ikinci mərhələ adlanır autentifikasiya. Artıq autentifikasiya prosesi kimliyin təsdiq edilməsidir. Yaxşı, siz özünüzü necə təsdiq edə bilərsiniz? Biometrik üsullarla, məsələn, üz tanıması, barmaq izi, səs tanıması və s. Bu üsullarla ən rahat, yəni parol yazmaqla özünüzü təsdiq edə bilərsiniz. Sonra OTP kodlar olur. OTP kodlar Gmailimizə, ondan sonra bəzən telefonumuza SMS yerinə gəlir 4 və yaxud 6 rəqəmli kodlar. Həmin bu üsullarla siz özünüzü təsdiq edə bilirsiniz. Artıq, yəni özünüzü tanıdandan və təsdiq edəndən sonra sistem tərəfindən sizin icazələriniz müəyyənləşdirilir. Hansı ki, bu prosesdə adlanır avtorizasiya. Avtorizasiyada elə bir ki, sizin sistemdə nəyə icazənizin olduğu müəyyənləşdirilir. Deməli, identifikasiya, autentifikasiya və avtorizasiya bu üç mərhələ dediyim qaydada. Kimliyin tanıdılması, təsdiq edilməsi, icazənin müəyyənləşdirilməsi. Bu qədər.